Salam değerli izleyiciler, 16 Aprel 2026-cı il Vətən müharibəsi qazisinə yüksək vəzifə verilib. Balakən rayon icra hakimiyyətində yeni kadr təyinatları olub. Xəbəri izləməmişdən öncə burada üstə gəl düyməsinə vuraraq kanalımıza abunə olun. İqtisadiyyat azın məlumatına görə bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb. Belə ki, icra başçısının əmri ilə Hacı Muradov Ərazi Təşkilat və İctimai Siyasi Məsələlər Şöbəsinin müdir müavini, eləcə də müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri vəzifəsinə təyin edilib. Digər əmrlə Asif Məmmədov sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub. Qeyd edək ki, Asif Məmmədov bu təyinata qədər sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsində, məsləhətçi Muradov isə ictimai siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyib. Vətən müharibəsi qazisi olan Muradov Azərbaycan prezidentinin sərəncamları ilə Kəlbəcərin azad olunmasına görə, hərbi xidmətdə fərqlənməyə görə medalları, Nazirlər Kabinetinin sərəncamı ilə Vətən müharibəsi iştirakçısı medalı ilə, həmçinin Azərbaycan ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunub.